Cəhənnəmdə o da əhli yanar, amma mənim kimi yananı yoxdur da. Əzab əhli cənnətə düşməz. Necə ki, burada əziyyət çəkən cəhənnəmə düşməz. Zahirdə dolaşıq gəlir adama ki, bu nə sözdür? Qabili cənnət deyil, əhli əzab. Əhli əzab əlbəttə ki, hara düşməz? Cənnətə düşməz. Bütün aləm isə səndən lütf istəyir, kərəm umur. Günəş səni axtarmaq üçün çıxıb gəzir asimanı. Sən bütün bu aləmlərə biganə baxsın, xarab olaraq aləm. Sənin qəmin yox ha, sənin qəmivə şərabın gücü çatmaz. Dedilər, qəm gedirər bağda, çox içdin sənsiz. Özlərini Allah qabağında sındıran, üftadəlik eləyən, Allah qabağında özünü sındıran o fəqirlərdir. Xumar-xumar baxmaq göz qaydasıdır. Lalə tək qızarmaq üz qaydasıdır. Pərişanlıq zülfün öz qaydasıdır. Nə badı səbadən, nə şanədəndir. Salam, əziz və dəyərli tamaşaçılar. Sizləri Füzuliyə Axund baxışı verilişindən salamlayırıq. Biz adət-ənənəmizə sadiq qalaraq Füzuli divanından növbəti qəzələ dəyərli ruhani, ustad, şair Axund Azərin baxışını sizinlə bölüşəcək. Yeri gəlmişkən dəyərli qonağımızı salamlamaq istəyirəm. Hacı salam. Aleyküm salam. Necəsiz? Allah razı olsun. Xoş gəlmişsiniz Hacı. Xoş gününüzə gələk. Hacı, inşallah növbəti qəzəli oxuyum. Zəhmət olmasa. Yaxşı. Sübh salıb mahruxundan nəqab, çıx ki tamaşaya çıxa, afitab. Rişteyi canım yetər et bir gireh, salma səri zülf-i səmən saya tab. Məst çıxıb salma nəzər hər yana, görmə rəva kim ola aləm xərab. Kəsmə nəzər canibi üşşaqdən, nalə-i dilsuzdən et ictinab. Şamilər əncüm sayıram sübhədək, ey şəb-i hicrüm mənə ruzi hesab. Duzəxə girməz sitəmündən yanan, qabil cənnət deyil əhli əzab. Saldı ayaqdan qəmi aləm məni, ver mənə qəm dəfinə saqi şərab. Rəhm qul üftadələrin halinə, hiç gərəkməzmi sənə bir savab? Yar sual etsə ki, halın nədir? Xəstə Füzuli, nə verərsən cavab? Bu əvvəla bu bəhr ki var, bu bəhrdə, bu qəzəl irfani bir qəzəldir. Çox dərin qəzəldir, irfani qəzəldir. Və ələl xüsus irfani qəzəli, dərin mənalı şeiri bu bəhrdə, bu sürətli bəhrdə də, bu bəhrdə yazmaq çox çətindir. Həm də qısadır, fikri çatdırmağa. Hədə, ona görə də sürətlidir, qısadır. Adətən bu bəhrdə uşaq şeirləri yazarlar da. Hələ bir olub bir ay bir şeirlə, nə bilim, dərsə gedir. Hə, bu cür nə? Deyir, yox, dərsə gedən bir uşaq o deyil. Aha, bu bəhrdə. Hələ bir olub bir ay bir şeirlə, ondan sonra çıxdı günəş doldu cəhan nur ilə, bu cür nə şeirlə, uşaq şeirləri. Bu cür ağır mənalı şeirləri bu bəhrdə demək çox böyük məharət tələb eləyir. Allah rəhmət olsun Nizami Gəncəvi Sirlər Xəzinəsini ki, bu bəhrdə yazır. Bir dənə Bismillaha görə, Bismillahirrahmanirrahim. Bu bir dənə o şeyə görə bütün Sirlər Xəzinəsini, o dərin, hikmətli bir əsəri o bəhrdə yazır. Və o cümlədən də bu sübh salıb mahruxundan niqab, sübh səhər, yəni salıb mahruxundan ay üzündən ruh, üzdür, mah, aydır. Səhər ay üzündən niqabı salıb, çünki səhər olanda ay yoxa çıxır da, elədir, görsənmir. Sübh salır mahruxundan niqab. O niqab, o örtük ki var idi, ay üzündən o niqabı sal ki nə? Çıx ki, sən də çıx. Nə olsun nəticədə? Tamaşaya çıxa afitab. Afitab sənin, yəni günəş sənin tamaşaya çıxsın. Yəni səhər ki günəş çıxır, axşam batır, gedir yer kürəsinin o biri tərəfinə. Yəni bütün yer kürəsini güya səni axtarmaq məqsədi ilə çıxıb. Günəşi həsrət-i ruxsarun edib divanə,
Səni görməkdən ötür hey varır hər bir yana. Mən də döndüm bu təmənna ilə sərgərdanə. Nəsə müddətli zamandır, sənə qurbandan olum. Məni incitmə amandır, sənə qurbandan olum. Bu da həmən şeydir ki, sübh salıb mahuruxundan niqab, çıx ki tamaşaya çıxa afitab, rişteyi canım yetər et bir girə. Salma səri zülfü səmən sayət tab. Mənim rişteyi canıma, canımın riştəsinə, yəni rişa, biz rişa demirik, kökün rişaları, riştələri olur, saçaqları. Və əriştə sözü ondandır da, bilirsiniz də, ona oxşayır axı, hə. Deyir, rişteyi canım yetərir bir girək, düyünə deyərlər, düyün faslində. Düyün. Mənim canımın rişalarına düyün vur. Canın rişasına düyün vurmaq insanı öldürmək deməkdir. Sən lütfü məni öldür, mənim canımın riştəsinə bir dənə girək düyün vur ginən, amma saçılın, telinin o yasəmən iyi verən telinə düyün vurma, hörmə ginən onu. Yəni onu hörürsən, o əzilir, o sıxılır. Əybi yox, mən ölməyə razıyam, sən neynəmə, ona hörük vurma, düyün vurma. O da niyə görədir? Bu aşiqin fədakarlığını bildirir. Aşiq fədakar olmalıdır. Sənin saçının telinin düyün düşməyinə mən razı deyiləm, amma ölməyimə razıyam. Mənim canım hara, sənin saçının teli bir tükü hara. Məstə çıxıb salma nəzər hər yana. Görmə rəva kim, ola aləm xarab. Məst halda çıxıb aləmə belə nəzər salma. Məst halda olmağın bir əlaməti də budur ki, məst baxmaq bir sünnədir, bir şeyə biganə baxmaq. Məst adam necə baxar bir şeyə? Dünya aləm deyib bir-birinə, bu ələ öz keyfində məst halda, yəni məstliyin özündə bir biganəlik var. Yəni o məst baxışın bir adı da xumar baxmaqdır. Allah rəhmət olsun, nə olandı, Vaqif olandan olar. Vaqifdən qəşən şeiri var, deyir ki, xumar baxmaq göz qaydasıdır. Lalə tək qızarmaq üz qaydasıdır. Pərişanlıq zülfün öz qaydasıdır. Nə badı səbadan, nə şanədəndir. Nə daraqdandır, nə səhər küləyindəndir. O deyir, o məst baxmaq, xumar baxmaq, yəni biyanə baxırsan. Bütün aləmsə səndən lütf istəyir, kərəm umur. Günəş səni axtarmaq üçün çıxıb gəzir asimanı. Sən bütün bu aləmlərə biyanə baxsın, xarab olaraq aləm. Məstə çıxıb salma nəzər hər yana, görmə rəva kim, ola aləm xarab. Bizim işimiz yoxdur, Füzuli kimi nəzərdə tutur. Amma bizim davamız odur ki, bu hər hansı varlıqdırsa, hər kimdirsə, müqəddəs varlıqdır. Çünki bu şəxsi sevgilisi olsaydı, xalqın anası bacısı olsaydı, bu öz sevgilisi üçün deməsək, aləm xarab oldu, filan kəs sən, aşıqlar səni sevir, sən aşıqlara lütfələ, belə şeylər. Yəni, bu qeyrətdən kənar bir şeydir ki, Füzuli rəşkidən titrər dili pörxuni üşşağın. Qan dolu ürəyi aşıqlərin, üşşaq aşıqlərdir, aşıqın cəmidir, aşıqlərin qan dolu ürəyi rəşk nədir qısqancılıq, rəşkidən titrər. Ürəyi partlayar, titriyir, qan dolu ürəyi aşıqlar. Haçan, binaquşində yarın hər zaman kim ləlinab oynar. Ulağın dibində ki, o sırğa oynayır, üzünə deyir, onda ürəyi partlayar aşıqların. Yəni, bu cür nə qeyrət sahibi, yəni belə bir şey mümkün deyil də, yəni təbii ki, bizim nəzərimizdə. Deyir, məstə çıxıb salma nəzər hər yana, görmə rəva kim, ola aləm xarab. Kəsmə nəzər canibi üşşağıdən, nalə-i dilsuzədən et içtinab. İçtinab, yəni çəkinmək, içtinab eləmək. Qorxginən, çəkinginən, kimdən? Nalə-i dilsuzədən. Ürəyi yananların naləsindən neynəginən? İçtinab elə. Necə? Kəsmə nəzər canibi üşşağıdən. Üşşaq dediyi aşıqın cəmidir, aşıqlərdən. Canibi cəmb sözündəndir. Cəmb tərəf deməkdir. Məsələn, cənub sözü tərəf deməkdir. Cənab
tərəf müqabili cənab müraciət etsin, tərəfində olan adam o cürlə. Deyir ki, kəsmə nəzər canibi üşşaqıdan, aşiqlər tərəfindən nəzərvi kəsməginən, nalə-i dilsuzidən et, içtinab, onların yanan ürəklərinin naləsindən çəkinginən, şamilər əncum sayıram sübhədək, şamilər, axşamlar. Əncum nədir? Nəcmin cəmid də nücum, ulduzlar. Axşamlar deyir, səhərə qədər ulduz sayıram. Bu məcazi mənadadır. Yatmayan adam deyir, səhəricən ulduz saymışam. Yoxsa gəlməyən adama deyirlər ki, ulduzları say yatacaqsan. Ulduz olmayanda deyir, say ginən, yuxun gələcək yatacaqsan. Belə bir şey var. Deyir, mən səhəricən ulduz sayıram. Gözü yaşlıların halın nə bilsin mərdum-i qafil. Gözü yaşlıların halını qafil cəmaat, mərdum-i qafil. Diqqət elə, mərdum-i qafil nə bilsin? İki dənə burada məna var. Bir var, mərdum-i qafil, yəni qəflətdə olan mərdum cəmaat deməkdir. Bir də mərdum sözünün ikinci mənası nədir? Göz bəbəyi. Deyir ki, gözü yaşlıların halını, göz bəbəyi qafil olan nə bilsin? Göz bəbəyi qafil olan göz yaşı olmayan adama deyir. Həm qəflətdə olan adam, həm də göz yaşı olmayan mərdum-i qafil. Sonra deyir, kəfakib, kövkəbin cəmi, ulduzların cəmi, kəvakib seyrini şəb ta səhər bidar olandan sonra. Səhərdən axşamacan oyaq olan bilir ulduzların sayrışmasını. Yatan adam hardan bilsin? Bu da deyir ki, şamilər əncum sayıram sübhədək. Səhərə qədər ulduz sayıram. Sonra da ey şəbi hicrim mənə ruzi hesab. Deyir ki, ey mənə ayrılıq gecən, şəb-i hicr, hicr ayrılıqda hicran, şəb gecədir. Ey ayrılıq gecəsi, mənə ruzi hesab, mənə qiyamət günü olan. Diqqət elə, sənin ayrılıq gecən mənim üçün qiyamət günüdür əslində. Qiyamət günündə də nə edirlər insana, haqq hesab eləyərlər. Hesab söhbəti var, mən ulduz saymışam. Qiyamət günündə də haqq hesab eləyirlər, orada da hesab kitab var. Mən də hesab eləmişəm, ulduz saymışam. Görəcə şirin bağlayır birinə, deyir, şamilər əncum sayıram sübhədək. Ey şəbi hicrim mənə ruzi hesab. Duzağa girməz sitəmündən yanam. Duzaq cəhənnəmə deyərlər. Duzağa. Şeyim var, bir qələmin bir dənə qəzəli var. Fələk cövründən əl çəkməz, nə can təndən kənar olmaz. Fələk əziyyətindən əl çəkmir, nə də canım çıxmır. Deyir, fələk cövründən əl çəkməz, nə can təndən kənar olmaz, yanar duzaqda narəhli, mənim tək şöylə var olmaz. Cəhənnəmdə o da əhli yanar, amma mənim kimi yananı yoxdur da. Deyir, duzaxa girməz sitəmündən yanan, sənin əziyyətindən yanıb əziyyət çəkmiş adam cəhənnəmə girməz. Niyə görə girməz? Çünki yandığını yanıb burada da. Da orada bir şey üçün Allah ikidən cəza verməz. Burada sənin ayrılığından zaten, özü sənin sitəmindən. Bir var etdiyi günahların uzbatından. Elə günahlar var ki, elə burada da cəza verər. Allah orada da baxır günaha. Amma sənin sitəmindən, yəni sənin ayrılığından, həsrətindən yanan aşiq cəhənnəmə düşməz. Niyə? Qabil-i cənnət deyil əhli əzab. Əzab əhli cənnətə düşməz. Necə ki, burada əziyyət çəkən cəhənnəmə düşməz. Zahirdə dolaşıq gəlir adama ki, bu nə sözdür? Qabil-i cənnət deyil əhli əzab. Əhli əzab əlbəttə ki, hara düşməz? Cənnətə düşməz. O heç. Əzab əhli cənnətə düşməz. Sənin sitəmindən yanan cəhənnəmə düşməz. Mən sənin sitəmindən yanmışam, qutarmışam bu işi. Artıq əhli əzab deyirəm, mən cənnətə düşməliyəm. Çatdı fikri? Deyir ki, duzaxa girməz sitəmindən yanan, qabil-i cənnət deyil əhli əzab. Saldı ayaqdan qəmi aləm məni. Ver mənə qəm dəfinə saği şərab. Sözləri bilə-bilə oynadır ha. Ayaq burada əslində ayaqdan gedir ki, doğrudan da mənə ayaqdan saldı, yıxdı məni. Əldən ayaqdan saldı məni nə? Aləmin qəmi. Diqqət elə. Aləmin qəmi. Sənin qəmin yox ha. Sənin qəmivə şərabın gücü çatmaz.
Dedilər, qəm gedirər bağda, çox içdim sənsiz. Dedilər ki, qəm gedirər, aparar, yəni, bağda. Çox içdim sənsiz. Dərdi eşqə nəsə müfid olmadı, olğan olmuş, bir faydalı olmadı. Həmin o qan olmuş. Yəni, sənin ayrılığından, sənin həsrətindən şərab gücü çatmaz. Aləmin qəmindən, aləmin qəmi mənə ayaqdan saldınız. Ayağın ikinci mənası nədir? Badə. Ona görə deyir ki, ver mənə qəm dəfinə saği şərab. Ayağla o şərabı görünəcə bağladı. Həm ayağın bu mənası var, həm də o mənası var. O mərdum-i qafil kimi bayaq dedi ya. Həm göz bəbəyidir, həm də cəmaat deməkdir axı mərdum. Qaldı ayaqdan qəmi aləm məni, ver mənə qəm dəfinə saqi şərab. Saqi şərab paylayanı deyərlər. Qəmin dəfi, dəfi müdafiə sözündən də, difa, müdafiə. Qəmdən müdafiə olunmaq üçün mənə şərab verginən aləmin qəmini unutturmaq üçün şərab təbii ki, bu haqda çox danışmışıq da, irfanı mənada şərab bir vasitədir ki, neyniyəsən? Aləmi qəmi unudasan. Rəhm qul üftadələrin halinə. Üftadə düşmüş adamlar, sınmış adamlar, üftadələr. Deyir, rəhm qul üftadələrin halına. Niyə? Hiç gərəkməzmi sənə bir savab? Bu üftadələr ki var, bu əldən ayaqdan düşmüşlər ki var, onlara yazğın gəlsin. Niyə? Çünki savabdır da, onlar, o insanlar həm fəqirdilər, fəqir, yəni hansı maddi fəqirdən getmir. Özlərini Allah qabağında sındıran, üftadəlik eləyən, Allah qabağında özünü sındıran o fəqirlərdir. Həmən deyir, həm fəqirdir, həm də bu insanlar yarın yolunda özlərini sındırıblarsa, bunlar kəramət əhlidir. Bunlara lütf eləmək, bunlara nəzər eləmək, bunların halına rəhm eləmək nədir? Özü bir dənə savabdır, rəhmi qıl üftadələrin halına. Hiç gərəkməzmi sənə bir savabı? Yar sual etsə ki, halın nədir? Xəstə Füzuli, nə verərsən cavab? Bizdə xəstə sözü ki var, bizdə xəstə sözü təhqirdir. Bəli. Amma xəstə fars dilində yorğuna deyərlər. Xəstəyə məriz deyərlər, yorğuna xəstə deyərlər. Ona görə xəstə Füzuliyə yorğun Füzuli. Axı, bəyək deyir də, əldən salıb məni bəs aləm filan deyir ki, birdən yarın sənə sual versə halın nədir? Bunu ilə bildirir ki, mənim qəzəlim irfanidir. Niyə? Əgər dünya üçün ahı fəryad eləyirsən, dünya üçün özü öldürürsənsə, səni soruşsalar halın nədir? Dərdüvi deyərsən ki, nə maşın istəyirəm, ev istəyirəm, nə bilim, axırda nəsə istəyirəm, ya da səni istəyirəm. Burada deyir ki, mənim halım o hal deyil. Deyir, gərçə canandan dili şeyda üçün kam istərəm, yarımdan dəli ürəyim üçün bir arzu istəyirəm, hə? Gərçə canandan dili şeyda üçün kam istərəm, sorsa canan bilməzəm kami dili şeyda nədir? Öyle sərməstəm ki, idrak etməzəm dünya nədir? Mən kiməm, saği olan kimdir, meyi səhba nədir? Hikmət-i dünya və mafiha bilən arifdir, gül arif oldur, bilməyə dünya və mafiha nədir? Və ona görə də deyir ki, yar sual etsə ki, halın nədir? Xəstə Füzuli, nə verərsən cavaba? Yorğun Füzuli, sən nə cavab verirsən, özün öz istədiyi bilirsən. Belə, məndən bu qədər. Allah sizdən razı olsun, hacı. Çox maraqlı verilişlərimizdən biri oldu məncə bu da. Biz ki, burada İrfan ədəbiyyatının sözlərinə siz şərh verirsiniz. Bilmək istəyərdim ki, müasir dövrdə bu ədəbiyyatda dəyişikliklər var, yoxsa eyni ilə qoyulmuş klassik dövrün Füzuli? Dəyişiklik olsaydı klassik ədəbiyyat olmaz. Klassik ədəbiyyatda bu terminlər olduğu kimi qalır. Amma bəzi adamlar var ki, bu terminlərdən heç irfani mənada istifadə eləmirlər. Hələ birbaşa mey deyəndə, şərab deyəndə, yəni ki, elə o cürlə, məsəl üçün, Yağa Vahidin bir çox şeirləri elə o cür şeirlərdir ki, mey deyəndə hələ nəinki o irfani mənaya, hələ birbaşa şəraba işarə verib əksəriyyətində. Hacı, bunu ayırt eləmək... Seydəzimdə biraz qarışıqdır. Bunları ayırt eləmək təbii ki,
Məsələn, Vahiddə asandır onu, yəni göz qabağında da bilinir nə var, nə yox. Amma Seyid Əzimdə biraz qarışıqdır. Seyid Əzimin bir zamanı olub ki, dünyavi məsələlərdən yazıb qarışıqdır. Bəziləri var ki, irfani məsələlər, onu ayırt eləmək çox çətindir, onu bilmək olmur. Qarışıqdır onun şeirləri, amma Füzulidə qarışıq deyil. Füzuli özü yazır dibacəsində ki, mən bunları çək-çövür elədim, Yalnız seçdim. irfan qalıb Füzulidə. Allah sizdən razı olsun, Hacı. Təşəkkür edirik. İnşallah sizinlə hələlik sağollaşıram. İnşallah növbəti verilişlərdə görüşmək ümidi ilə əziz və dəyərli tamaşaçılar, biz bu verilişimizin də, bu buraxılışın da sonuna gəldik. Növbəti görüşlərdə görüşmək ümidi ilə.